Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala Rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Esselamu aleykum ve rahmetullah. Əziz və dəyərli müsəlmanlar, kanalımıza daha öncədən abunə olan izləyicilərimiz xatırlayırsa, təqribən 3 il bundan öncə kanalda silsilə dərslərə başlamışdıq. Və o dərslərdən biri də İmam Əhmədin, Allah ona rəhmət etsin, Usul Sünnə kitabından idi. Yəni Sünnənin əsasları adlı əsəri idi. Və bu kitabı da müasir şeyxlərdən olan Şeyx Abdülaziz Ər-Racihinin şərhi ilə götürmüşdük. Allah Azze və Celle asanlaşdırdı, ardıcıl 3 dərs paylaşdıq və sonra Rəbbimizin qədəri səfər səbəbi ilə dərslərə fasilə verəsi olduq. Dərslər dayandı. Artıq Allah Azze və Celle nəsib edərsə istəyirik ki, bu dərslərə davam edək. Qaldığımız yerdən kitabı bitirməyə çalışaq. Çünki burada olan faydalar, burada olan məsələlər hamımızın ehtiyac duyduğu məsələlərdir. Ümumiyyətlə, bu və bunun minvallı olan bütün sünnə kitabları hər bir müsəlmanın ehtiyac duyduğu məsələlərdir. İstisnasız, böyüklü, kiçikli, kişili, qadınlı fərqi yoxdur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, hər bir müsəlman kişi və qadına elm öyrənmək fərzdir. Və alimlər burada elmi izah edərkən deyir ki, elmdən qəsd, yəni insanın dinini ayaqda saxlaya biləcək qədər dinini öyrənməsidir. Və buradakı məsələlər də bəsit məsələlər deyil. Allahın izinə məsələlər gəldikcə görəcəksiniz ki, imanın əslinə, yəni olmazsa olmazlarına aid olan məsələlərdəndir. Onların bəzilərinin tərki və ya qəbul edilməməsi insanın küfrə girməsinə, bəziləri bidətə düşməsinə, bəziləri fasiq olmasına səbəb olur. Ona görə həm öz etiqadımızı, həm övladımızın, ailəmizin etiqadını qorumaq üçün bu məsələləri öyrənmə məcburiyyətindəyik. Və bu məsələlər yeni ortaya çıxmış məsələlər deyil. Tarix boyu ta ki sahabənin dönəmindən bu yana, yəni müsəlmanların arasında bu bidət tayfaları, bu firqələr baş qaldırmış və bu fitnələrini insanlar arasında yaymış və neçə insanları şübhəyə fitnəyə salmışlar. Və ona görə də əhl-i alimləri həm müsəlmanların etiqadını qorumaq adına, həm onları rəddiyə vermək adına bu əsərlərini təlif etmişlər, müsəlmanlara fayda qoyub getmişlər və illərlə müsəlmanlar da bu əsərlərlə dinlərini, etiqadlarını öyrənir və özlərini qorumağa çalışırlar. Ona görə biz də bizdən əvvəlkilərin etdiyi kimi bunları öyrənməli və ətrafımızda olan insanlara çatdırmalıyıq. Hələ özəlliklə yəni bunu gönlümüzə, praktikaya tökəsi olsaq, məsələn, vaxt Azərbaycanda əşarili və müfavvidalıq bu qədər yayılmamışdı. Nə zaman ki başladı çoxalmağa, dəvət etməyə, bir neçə nəfər artıq şübhəyə düşdü, kimsə onların etiqadına keçdi, kimsə əşari oldu, kimsə müfavvid oldu. Bunlar nəyin səbəbindən baş verdi, qardaş? Çünki onlar rahatçılıq anında bu məsələləri kitab və sünnətdən möhkəm dəlillər öyrənib, bu barədəki etiqadlarını dərinləşdirmədilər. Onların bu barədə öyrəndikləri, dərslərdə 5-10 dəqiqə eşitdikləri, WhatsApp qruplarında, məqalələrdə oxuduqları oldu. Halbuki din belə öyrənilməz, bunlar müəyyən məlumatdır. Məlumat almaq başqa şeydir, insanın dinini öyrənməsi başqa şeydir. Məlumat qalıcı deyil, məlumat yəni çıxıb gedən bir şeydir, unutulan bir şeydir. Məlumat o demək deyil, insan hər eşitdiyi məlumata təslim olsun, o da yəqin olsun. Amma öyrənmək, amma elm odur ki, sən onun üzərində oturursan, anlamağa çalışırsan, onu həzm etməyə çalışırsan, onu başa düşməyə çalışırsan və həmçinin ona əməl edib, onu yadına saxlamağa çalışırsan. Mənim verdiyim misal bir dənə əşarili və ya müfavvidalıq idi. Yəni, düşünün, neçə məsələlər var ki, tarix boyu İslam coğrafiyasında müsəlmanlar arasında dövr edib, o məsələlərdən bir neçəsi hələ Azərbaycanda yoxdur. Məsələn, misal verəsi olsaq, qədər məsələsi. Sabah qədər fitnəsi Azərbaycanda yayılsa, neçə nəfər etiqadını qoruya biləcək? Neçə müsəlman qədər barəsində dərindən bilgiyə sahibidir, təfsilatını bilir, bu yolda orta yolu tutmağı bacarır. Çünki qədər mövzusunda bir tayfə çıxdı dedi ki, ümumiyyətlə qədər deyə bir şey yoxdur. Hər şey insan özü eləyir. Hər şey insanın öz əlindədir. Allah Azze və Cellə'dən bir qarşılacağı burada bir iradəsi yoxdur. Bu bir tərəfdən küfürdür. Bu birisi tayfə də çıxdı dedi ki, yox, hər şey Allah eləyir, qulun heç bir ixtiyarı, heç bir seçimi yoxdur. Küfrü də, şirki də, masiyyətlərini də Allah Azze və Cellə nisbət edilər. Bunlar hər ikisi küfr olan etiqadlardır. Və hamısında özlərinə görə dayandıqları, gətirdikləri şeylər var. Yaxşı, mən bunların təfsilatını Quran və sünnədən bilməsəm, bunları öyrənməsəm, bunların dəlillərindən xəbərdar olmasam, özümün və ailəmin etiqadını necə qoruyacam bu barədə? Ona görə hər birimizin üzərinə düşən bu məsələlərdə heç olmasa təməl etiqadımızı oluşturacaq və özümüzü qoruya biləcək qədər elmə yiyələnməkdir. Və dərsə başlamadan öncə sonradan abunə olanlar və yaxud əvvəlki dərsləri dinləməyənlərə tövsiyə edirəm ki, izləyicilərimizə qayıdıb o 3 dərsdə dinləsələr yaxşı olar, orada da faydalar əldə edərlər. Və müəllif növbəti babda belə bir başlıq vermişdi İmam Əhməd, Əs-Sünnətul Ləzimə. Lazımi sünnətlər. Qeyd edim ki, buradakı sünnət kəlməsi bizim digər fıqh ibadətlərdə
alışa gəldiyi bildiyimiz məsələlər deyil. Yəni məsələn filan şey sünnədir, filan şey müstəhəbdir, bu fərzdir, yox. Yəni o bildiyimiz sünnə odur ki, insan onu etdikdə əcr alır, Allah Rasulunun sünnəsinə tabe olur. Yəni Allah Rasul onu edib və təşviq edib. Amma etmədikdə bir günahı yoxdur. Bu məsələlərdən deyil. Burada sünnə dedikdə elə dinin özünü qəsd edirik. Yəni müsəlmanın lazımı sünnə dedikdə daim üzərində olması gerəkən etiqad, mənhəc, əməl, söz olarak bunlar hamısı lazım sünnətlərin arasına girir. Hansı ki bunlar müsəlmanın həyatında olmalıdır. Olmazsa olmazlardandır. Və buyurur ki: وَمِنَ السُنَّةِ اللَّازِمَةِ الَّتِي مَنْ تَرَكَ مِنْهَا خَصْلَةً لَمْ يَقْبَلْهَا وَيُؤْمِنْ بِهَا لَمْ يَكُنْ مِنْ أَهْلِهَا الْإِيمَانُ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ وَالتَّصْدِيقُ بِالْأَحَادِيثِ فِيهِ وَالْإِيمَانُ بِهَا. Bir kəsin ondan bir xisləti tərk etdiyi, onu qəbul etmədiyi və ona iman etmədiyi halda onun əhlindən olmayacağı lazımı sünnələrdən biri də qədərin xeyrinə və şərinə iman etmək, o barədə olan hədisləri təsdiq etmək və onlara iman gətirməkdir. Fikir versəz, müəllif burada birbaşa bizim imanımızın əslinə aid olan məsələdən danışdı. Baxın, bunu qəsd edirdi ki, bəzi məsələlər var ki, bunlar insanın olmasa insanın imanından götürəcək məsələlərdəndir. Və qədərə iman da bildiyimiz məşhur imanın 6 əsasından bir əsasdır. Hansı ki biz İslam'a yeni gəldikdə bunları öyrənirik ki, imanımız səhih olsun. La ilahe illallah şərtləri kimi imanın da bir əsasları var, imanın da bir növləri var. Və müəllif buyurur ki, qədərin xeyrinə şərinə iman gətirmək və bu barədəki hədisləri təsdiq etmək, onlara iman etmək. Çünki bu məsələlərin təfsilatı sünnə ilə sabitdir və burada bəzi hədislər gələ bilir ki, yəni insan anlamaya bilir. İnsana ilk etapda düşən onlara iman gətirib təslim olmaqdır. Çünki insanların genəldə iman etmədiyi, təslim olmadığı məsələlər ağıllarına və fəhimlərə zidd gələn məsələlərdə olur. Ona görə müəllif buyurur ki, "La yuqalu lima və la keyf, innema huwa at-təsdiq vel-iman biha." Ona görə deyilməz ki, niyə, nə üçün? Bu sadəcə təsdiq etmək və onlara iman etməkdir. Yəni bizə düşən, üzərimizə düşən budur. Müəllif buyurur ki, "Və men lem ya'rif tefsir el-hadis ve yeblughu aqluhu faqad kufiya zalika ve uhkima lahu. Fa'alayhi el-iman bihi ve teslimu lahu." Hər kim hədisin mənasını, təfsirini bilməzsə, ağlı onu anlamağa yetməzsə belə bununla kifayətlənirlər. Artıq bu yetər bir müsəlmana. Yəni Allah Azze ve Celle ən birinci etapda bizdən istədiyi təslim olmaq, iman etməkdir, qarşı gəlməmək, inkar etməməkdir. Çünki biz məxluqat olmamız gərəyi bizim ağlımız, bizim fəhmimiz naqisdir. Bəzi məsələlər var ki, bizim fəhmimizin, bizim ağlımızın üzərindədir. Onu anlamaya bilərik və ya ilk etapda dərhal başa düşməyə bilərik. Bizə düşən nədir? Xəbər əgər Allah elçisindən sallallahu aleyhi ve sellemdən gəldisə, eşitdik və iman etdik deməkdir, səhabənin etdiyi kimi. Hətta buna sünnədən, siradan misal verəsi olsaq, müşriklər gəlir Əbu Bakr radiyallahu anh yanına nə deyir? Deyir, sənin dostun, yəni Allah elçisini qəsd edirlər, iddia edir ki, bir gecədə Beytül-Məqdisə getdi, gəldi. Əbu Bakr radiyallahu anh deyir ki, əgər deyibsə doğru deyib. Subhanallah, yəni bu necə təslimiyyətdir? Bu necə inancdır? Bu necə iman gətirməkdir? Məgər Əbu Bakr radiyallahu anhu onu anladı mı ki, Əbu Bakr necə gəldi, getdi, ölçülü birisi dedi, hə də belə gedə bilər, deməli normaldır? Yox. Yəni o günün şərtləri ilə bir insanın bir gecədə Beytül-Məqdisə gedib gəlməsi mümkün deyildi. Yəni təyyarənin miniyin olmadığı bir vaxtda insanın bu yol getməsi mümkün deyildi. Əbu Bakr radiyallahu nə dedi və qeyd də qoydu. Xəbər gətirən müşriklər olduğu üçün qeyd də qoydu. Əgər deyibsə, doğru deyibdir. Bax, təslimiyyət budur. O bilir ki, o Allahın elçisidir, öz nəfsindən danışmır, yalan danışmaz. Onu doğruladı, onu təslim oldu, ona iman etdi. Sonra Allah Rasulü gələcək, zaten bu məsələni izah edəcək, yəni nəzr olduğunu, bu möcüzənin necə baş verdiyini onsuz da bildirəcək. Amma o etapda Əbu Bakr onu anlamasa belə, o ağlı ora qədər, insan ağlına ora qədər çatmamasına baxmayaraq iman etdi və təsdiq etdi. Və müəllif onu gördü ki, anlamasa belə onun üzərinə düşən iman etmək və təslim olmaqdır. Bura qədər İmam Əhmədin rahiməhullahın sözüydü. Və bundan sonra Şeyx Abdülaziz Racihi bu məsələni şərh edərək buyurur ki, "Minə sünnətil ləzimətəlləti yəcibu aləl insani ən yu'minə bihə və yəkuna min əhliha vəlləti izə tərəkə minhə xaslətən ləm yəqbəlhə ləm yəkun min əhliha əl-imanu bil qədəri xayrihi və şərrihi." Müəllif də eynən burada İmam Əhmədin işlətdiyi bir cümlə işlədir, yəni eynən onun mislində və buyurur ki, iman gətirməsi və onun əhlindən olması insan üzərinə vacib olan, həmçinin ondan bir şey tərk etdikdə, qəbul etmədikdə onun əhlindən olmayacağı məsələlərdən, lazımı sünnələrdən biri də qədərin xeyrinə və şərinə iman etməkdir. Bu zaten yuxarıda bizim keçdi. Bundan sonra müəllif buyurur ki, "Vel ma'na
ennel imane bil qadari aslun min usul imani sitte. Bunun mənası odur ki, qədərə iman etmək imanın 6 əsasından bir əsasdır. Və sonra müəllif bu 6 əsasın bir vəsfini də bizə bildirir. Əlləti mən ləm yu'min bihə əv cəhədə vahidən minhə fə innəhu yaxrucu min dairətil iman və yakunu minəl kafirin. Həmən o əsillər ki, kim onlara iman etməz və ya onlardan birini inkar edərsə, İslam iman dairəsindən çıxar və kafirlərdən olar. Və bunu bəyan etdikdən sonra müəllif buyurur ki, və usul imani sittə. İmanın əsası 6-dır. Və burada hamımızın böyük kisili bildiyimiz imanın əsillərini müəllif sayır və bizə xatırladır. Və buyurur ki, birincisi Allaha iman, ikincisi mələklərə iman, üçüncüsü endirilmiş kitablara iman, dördüncüsü gələn bütün rəsullara iman, beşincisi axirət günə iman, altıncısı isə qədərən xeyri və şərinə iman gətirməkdir. Və davam edərək buyurur ki, və həzihil usulü sittətu cəət fil kitab və sünnə. Həmin bu 6 əsil, bu iman əsilləri Quran-ı Kərimdə və Allah elçisi sallallahu aleyhi ve sellemin sünnəsində gəlmişdir. Və əcmə aleyhəl muslimun və müsəlmanlar da bunun üzərinə icma etmişlər. Və əmənə bihə cəmiul ənbiyyə vəl mursalin və bütün nəbilər və rasullar da bunlara iman etmişlər. Və ləm yəcəhəd şeyən minhə illə mən xaraca ən dairətil İslami və sara minəl kafirin. Onlar hər hansı bir şeyi yalnız İslam dairəsindən çıxan və kafirlərdən olan bir kəs inkar edir. Bunları dedikdən sonra müəllif bizə qədərə iman gətirməyin iman əsillərdən bir əsil olduğunu ispat etməsi gəlir və o Quran-ı Kərimdən ayələrlə və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsindən məşhur bir hədis gətirməklə bu məsələni Quran və sünnətə qaytarır. Və buyurur ki, həzihil usulü dəllə aleyhə kitabullah. Bu əsillərə, saydığımız bu 6 əslə Allah Azze və Cəllənin kitabı dəlalət edir. Qalallahu Teala, Allah Azze və Cəllə dedi ki, burada məşhur bildiyimiz Bəqərə surəsindəki 285-ci ayəni gətirir. Allah Azze və Cəllə buyurur ki, Rasul Rəbbindən ona endirilənə iman etdi, möminlər də iman etdi. Hamısı Allaha, onun mələklərinə, onun kitablarına, onun rasullarına iman etdi. Və dedilər ki, biz onun rasulları arasında fərq qoymuruq. Həmçinin Allah Azze və Cəllə Bəqərə surəsi 177-ci ayədə buyurur ki, lakin yaxşı əməl sahibi Allaha, axirət gününə, mələklərinə, kitaba və nəbilərə iman edən kəsdir. Fikir verdirsə, burada Allah Subhanahu taala qədərdən başqa digər əsasları zikr elədi. Və müəllif buyurur ki, fəhəzihi xamsatu usulin zukrat fi hazihil ayə. Bunlar və bu 5 əsaslar ki, bu ayədə zikr olundu. Və zukral imanu bil qadari fi qavlihi taala. Qədərə iman etmək isə Allah Azze və Cəllənin bu sözündə zikr olundu. İnnə kullə şeyin xalaqnahu bi qadar. Biz hər bir şeyi bir qədərlə yaratdıq. Qəmər surəsi 49-cu ayəti gətirir. Həmçinin Allah Azze və Cəllə Furqan surəsi 2-ci ayədə buyurur ki, və xalaqa kullə şeyin fəqaddarahu təqdira. O hər bir şey yaratdı və ona bir qədər təqdir etdi. Ona bir ölçü, bir biçim təqdir etdi. Yəni Allah Azze və Cəllə hər bir şey bir ölçüdə qədəri ilə yaratmışdı. Həmçinin Allah Azze və Cəllə buyurur ki, وَمَنْ يَكْفُرْ بِاللّٰهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا. Hər kim Allahı, onun mələklərini, onun kitablarını, onun elçilərini axirət günü inkar edərsə, o uzaq bir sapqınlıqla sapmış, azmış olar. Nisa surəsi 136-cı ayə. Müəllif Quran-ı Kərimdən bu ayətləri gətirdikdən sonra buyurur ki, فَجَعَلَ الْكُفْرَ هُوَ الْكُفْرُ بِهَذِهِ الْأُصُولِ فَدَلَّ عَلَى أَنَّ الْإِيمَانَ هُوَ الْإِيمَانُ بِهَذِهِ الْأُصُولِ. Buyurur ki, Allah Azze və Cəllə burada küfrü məhz bu əsillərə küfr olaraq qəbul etdi. Yəni bunları inkar etmək, bunları qəbul etməmək küfrün özüdür. Və həmçinin də yəni bizə bu nəyə göstərir? Elə iman etmək də bu əsillərə iman etməkdir. Bunu dedikdən sonra müəllif buyurur ki, "Və-dəlilu minəs-sünnə", sünnədən dəlillə gəldikdə isə hadisu Cəbrailə fi məciihi lin-nəbiyyə sallallahu aleyhi və səlləm əlləzi rəvahu Ömər ibn Xattab radiyallahu anhu. Ömər ibn Xattabın rəvat etdiyi hədisdə, Cəbrail hədisində Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlməsidir. Yəni məşhur hədisdir. Bilirik ki, Cəbrail mələyi bir kişi surətində Allah elçisinin yanına gəlir. Və müəllif buyurur ki, "Haynəmə cəə ilə-nəbiyyə sallallahu aleyhi və səlləm fi surati raculin şədid beyad siyab, şədid səvad şa'ri." Deyir, o zaman ki o Peyğəmbər sallallahu aleyhi və səlləm yanına bir kişi surətində gəlmişdi. Yəni paltarı ağappaq, saçları qapqara,
حتى جاء إلى النبي صلى الله عليه وسلم وأسند ركبتيه إلى ركبتيه ووضع كفيه على فخذيه. Peyğəmbər sallallahu aleyhi və səlləm yanına gəldi. Onun qarşısına oturub, dizlərini onun dizlərinə söyküyür, əllərini qoyur dizlərinin üstünə. Sümmə sə'lə anil İslam, sonra Allah etisindən İslam barədə soruşur. Sümmə sə'lə anil iman, sonra iman barədə soruşur. Sümmə sə'lə anil ihsan, sonra ihsan barədə soruşur. Sümmə sə'ləhu anis sə'ə, sonra ondan qiyamət saati barədə soruşur. Sümmə sə'ləhu an əməratiha, sonra həmin qiyamət saatının əlamətləri barədə soruşur. Fələmmə vəllə qalə nəbiyyə sallallahu aleyhi və səlləm. O çıxıb getdikdə isə Allah elçisi dedi: Ətədruna mənis səil, bilirsiniz sual verən kimdir? Qalu Allah və Rasuluhu a'lam. Dedilər ki, Allah və Rasul daha yaxşı bilir. Qalə həzə Cibrilu ətəkum yuallimukum dinakum. Dedi ki, bu Cəbraildir, sizə dininizi öyrətməyə gəlmişdir. Müəllif bu hədisi bitirdikdən sonra buyurur ki, Fəcəaləd dinə sələsə məratib. Burada dini 3 mərtəbə etdi. 3 yerə böldü. Yəni mərtəbə olaraq Əl-İslam, Summəl iman, Summəl ihsan. İslam, iman və ihsan mərtəbəsi. Və şeyx buyurur ki, وَلَمَّا سَأَلَهُ عَنِ الْإِيمَانِ قَالِ. Cibril aleyhisselam Allah elçisindən iman barədə soruşduqda Allah elçisi dedi: "Əl-imanu an tu'mina billahi və mələikətihi və kutubihi və rusulihi vəl yevmil axiri vəl qadari xayrihi və şərrihi." İman sənin Allaha, onun mələklərinə, kitablarına, elçilərinə, axirət gününə və qədərin xeyrinə və şərrinə iman gətirməyindir. Və bu ayətlər və bu hədislə də müəllif qədərə imanın dini əsillərindən bir əsl olduğunu bizə bir daha göstərmiş oldu. Və sonra şeyx buyurur ki, İzən fəl-imanu bil-qadəri aslun min usulul iman və mən ləm yu'min bil-qadəri fəleysə bi-mu'min. O zaman deyir, qədərə iman gətirmək imanın əsillərindən bir əsildir. Hər kim qədərə iman gətirməzsə də o mömin deyildir. Və sonra müəllif buyurur ki, vəl-imanu bil-qadəri yətədammanul imanə bi-məratibihil ərba. Qədərə iman gətirmək onun 4 mərtəbəsinə də iman gətirməyə əhatə edir. Yəni təkcə qədərə iman gətirməklə bitmir. Yəni bunu deməklə kifayətlənmir. O qədərin 4 mərtəbəsi var və onlara iman gətirilməlidir ki, qədərə iman səhih olsun. Və sonra müəllif buyurur ki, vahiyyə həmin mərtəbələr əl-ilmu, elm, vəl-kitabətu, yazı, vəl-məşiyyətu vəl-iradə, istəmək, iradə etmək, yəni bir yerdə zikr olunur, vəl-xalq vəl-icad, yaratmaq, var etmək. Bizə 4 mərtəbə zikr edir. Və sonra buyurur ki, həzihi məratibul qədərlə ərba'ulləti mən ləm yu'min bihə, ləm yu'min bil qədər. Buyurur ki, bunlar qədərin 4 mərtəbəsidir ki, kim bunlara iman etməzsə, qədərə iman etmiş olmaz. Demək, biz qədərə iman ediriksə, bax bu 4 mərtəbəni bilməli, öyrənməli, ona təsdiq etməli ki, biz də qədərə iman gətirənlərdən sayılaq. Və müəllif bundan sonra həmin bu mərtəbələri bir-bir izah etməyə başlayır. Biz çox güman ki, bugün birinci mərtəbəni götürəcəyik. Ta ki, dərsin vaxtı çox uzanmasın. Digər mərtəbələr Allahın izindən gələn dərslərdə. Müəllif buyurur ki, əl-mərtəbətul ulə, birinci mərtəbəsi, əl-imanu bi ilmillahil əzəliyyil madiyyilləzi leysə ləhu bidayə. Allah Azə və Cəllənin başlanğıcı olmayan əzəli elminə iman gətirməkdir. Allah Azə və Cəllə bilir ki, əzəlidir və əbədidir. Həmçinin Allah Azə və Cəllənin elmi də əzəlidir. Allah Azə və Cəllənin elmi sonradan onda var olmayıb. Yəni, əvvəl hər hansı bir bilgisizlik Allah Azə və Cəllə üçün olmayıb. Özü əzəli olduğu kimi Allah Azə və Cəllənin elmi də əzəlidir. Və buna iman gətirmək, qədərin elm mərtəbəsinə iman gətirməkdir. Buyurur ki, لِأَنَّ اللّٰهَ تَعَالَى هُوَ الْأَوَّلُ الَّذِي لَا بِدَايَةَ لِأَوَّلِيَّتِهِ. Buyurur ki, çünki Allah Azə və Cəllə əl-əvvəl olandır. Əl-əvvəl bilir ki, Allah Azə və Cəllə isimlərindəndir. Və Allah Azə və Cəllənin bu əvvəl olmasının da bir başlanğıcı yoxdur. Yəni, sonradan bu hala gəlməyib. Allah Azə və Cəllə əzəldən bu cürdür. Kəmə ənəhu əl-əxirul-ləzi lə bidayəti lə-əxiriyyətihi. Necə ki, o əl-əxir olandır. Əl-əxir də həmçinin Allah Azə və Cəllə isimlərindəndir və bunun da bir başlanğıcı yoxdur. Və buyurur ki, fəl-imanu bi ilmillahil əzəli mə'nahu. Allahın əzəli elminə iman gətirməyin mənası. Yəni, bir nəfər sual verə bilər. Mən nə etdikdə Allahın əzəli elminə iman gətirmiş oluram? Nədir məndən istənilən? Buyurur ki, və yaxud nədir buradan başa düşməmiz lazım olan? Şeyx buyurur ki, ənəhu kəmə aliməl əşyəə fil əzəl fəkəzəlkə ya'ləmu subhanahu və teala əl-əşyəl hadirətə vəl-müstəqbilətə. Buyurur ki, necə ki, Allah Azə və Cəllə yəni, əzəldən hər şey bilir. Həmçinin, yəni həm keçmişdə olan şeylər bilir, həmçinin hal-hazırda baş verən şeylər bilir və həmçinin də gələcəkdə baş verəcək şeyləri də
Allah Azze ve Celle bilir. Ve sonra buyuruyor ki فَاللّٰهُ تَعَالَى عَلِمَ الْأَشْيَاءَ فِي الْأَزَلِ قَبْلَ كَوْنِهَا. Allah Azze ve Celle əzəldən o baş verəcək şeyləri baş verməmişdən öncə bilir. وَيَعْلَمُ مَا لَمْ يَكُنْ لَوْ كَانَ كَيْفَ يَكُنْ. Həmçinin Allah Azze ve Celle baş verməyən şeylər var ki, əgər baş versəydi necə olardı, Allah Azze ve Celle onu da bilir. Yəni təkcə baş veriləni bilmir. Olsaydı necə olardı onu da bilir. Və sonra davam edərək buyurur ki, قال الله تعالى عن الكفار لما سعلوا الرجعة إلى الدنيا. Allah Azze ve Celle dünyaya qayıtmaq barədə soruşan kafirlər barəsində dedi ki, kafir Allah Azze ve Celle'dən dünyaya qayıtmaq istəyirlər. Allah Azze ve Celle onlar üçün deyir ki, وَلَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ وَإِنَّهُمْ لَكَاذِبُونَ. Ənam surəsi 28-ci ayədə Allah Azze ve Celle buyurur ki, əgər onlar geri qaytarılsalar, onlar qadağan olunduqları, çəkindirildikləri şeylərə yenə də geri dönərlər. Onlar yalancıdırlar, deyir Allah Azze ve Celle. Müəllif bu ayəti gətirdikdən sonra buyuruyor ki, فَعِلْمُهُ بِأَنَّهُمْ لَوْ رُدُّوا لَعَادُوا لِمَا نُهُوا عَنْهُ هُوَ دَلِيلٌ عَلَى عِلْمِ اللّٰهِ بِمَا لَمْ يَكُنْ لَوْ كَانَ كَيْفَ يَكُنْ. Allah Azze ve Celle'nin bilməsi ki, onlar geri döndərilsələr, qadağan olunduqları şeyləri yenidən geri qaydarlar. Bu, Allah Azze ve Celle'nin olmayan bir şey. Əgər olardısa, nə cür olardır olmasına dəlildir. Yəni, bunu bilir olmasına dəlildir. Və həmçinin buyurur ki, وَكَذَلِكَ قَوْلُهُ تَعَالَى. Allah Azze ve Celle'nin həmçinin bu sözü وَلَوْ عَلِمَ اللّٰهُ فِيهِمْ خَيْرًا لَأَسْمَعَهُمْ وَلَوْ أَسْمَعَهُمْ لَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ. Əgər Allah onlarda xeyir bilsəydi, onlara haqqı eşitdirərdi. Allah Azze ve Celle bilmədiysə eşitdirmədi. Və sonra buyurur ki, وَلَوْ ki eşitdirsəydi belə, onlar üz döndərib çıxıb gedərdilər. Ənfal surəsi 23-cü ayə. Və müəllif buyurur ki, Əxbərallahu ənəhu bimə ləm yəkun ləv kənə keyfi yəkun. Deyir ki, Allah Azze ve Celle burada baş verməyən bir şey haqqında xəbər verir ki, o baş versəydi necə olardı? Həmçinin müəllif buyurur ki, وَكَذَلِكَ قَوْلُهُ عَنِ الْمُنَافِقِينَ الَّذِينَ تَخَلَّفُوا عَنْ غَزْوَةِ تَبُوكَ. Təbuk qəzvəsindən geridə qalan münafiqlər barədə Allah Azze ve Celle'nin bu sözü ki, وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَكِنْ كَرِهَ اللّٰهُ أَنْ بَعَثَهُمْ فَثَبَّتَهُمْ وَقِيلَ قَعُدُوا مَعَ الْقَاعِدِينَ. Allah Azze ve Celle buyurur ki, əgər onlar münafiqlər yəni döyüşə çıxmaq istəsəydilər, mütləq onlar hazırlıq görərdilər. Lakin Allah onların döyüşə getməsini istəmədi və onlara mane oldu. Onlara da oturanlarla bərabər siz də oturun deyildi. Və davam edərək Allah Azze ve Celle buyurur ki, لَوْ خَرَجُوا فِيكُمْ. Əgər sizlə bərabər çıxsaydılar, müəllif burada sual verir. Məzə yaxsul? Çıxsaydılar, nə baş verə deyir Rəbbimiz? مَا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْدَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ. Allah Azze ve Celle buyuruyor ki, əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, işinizdə yalnız qarşılığı artırar və sizi fitnəyə məruz qoymaq üçün dərhal aranıza girərdilər. Və sizin aranızda da onlara qulaq verənlər var. Tövbə surəsi 46-47-ci ayələr. Və müəllif buyurur ki, "Huwa min hazal bab." Bax bu babdandır. Yəni müəllif yuxarıda nədən danışdı? Allah Azze ve Celle yalnızca keçmişdə olan, indi baş verən və gələcəkdə olanları bilməklə kifayətlənmir. Allah Azze ve Celle o şeyləri də bilir ki, onlar baş verməyib, amma baş versəydi nəzr olardı. Və sonra müəllif buyurur ki, فَهَذِهِ الْمَفَاسِدُ مُتَرَتِّبَةُ عَلَى خُرُوجِ مُنَافِقِينَ مَعَ أَنَّهَا لَمْ تَقَعْ لَكِنَّ اللّٰهَ عَلِمَهَا فَكَانَ مِنْ حِكْمَتِهِ أَنْ مَنَعَهُمْ مِنَ الْخُرُوجِ وَثَبَّتَهُمْ لِأَلَّا تَحْصُلَ هَذِهِ الْمَفَاسِدُ. Buyurur ki, münafiqlərin döyüşə çıxması ilə əlaqəli olan, yəni bu döyüşə çıxmasından asılı olan bu məfsədələr, baxmayaraq ki, baş vermədi bu fəsadlar, lakin Allah Azze ve Celle yenə də onları bildi. Yəni çıxsaydı bu cür olardı. Və Allahın onlara mane olması da Allahın hikmətindən idi. Onları əngəlləməsi, onlara mane olması. Nə üçün? Bu həmən bu məfsədələrin baş verməməsi üçün. Və bununla da müəllif birinci mərtəbəni, yəni elm mərtəbəsini bitirmiş oldu. Burada Allahın izni ilə kifayətlənək. Allah Azze ve Celle nəsib edərsə, gələn dərsdən qədərin digər mərtəbələrini götürəcəyik. Allah Azze ve Celle'dən istəyirəm ki, mənim və sizin üçün faydalı etsin. Allah Azze ve Celle bizə fəhm etməyi, anlamağı, təslim olmağı, əməl etməyi asanlaşdırsın. Allahümmə əmin.
سبحانك اللهم بحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك.